NCF 5 turniri növbəti döyüşümüz Elnar İbrahimov, Anvar Azuza qarşı, Azərbaycan Misirə qarşı. Gördüyünüz kimi 28 və 26 yaşları var idmançıların, demək olar ki, eynidirlər və rekordlara baxsaq, Rəsul bunların təcrübəsi çoxdur. Bəli, amma Elnarın görürük ki, döyüşləri və təcrübəsi daha çoxdur. İndi görə döyüşdə nə göstərəcəklər? Bəli, məncə indi kəşfiyyatdan başlayacaqlar bunlar ikisi də, çünki ikisi də vuruşan uşaqlardılar. Rekordlardan da görünür ki, döyüşdən çəkinmirlər. Low kicklə başlayır Elnar. Düşünürəm, burada çox biz güləş görəcəyik. Elnar qəşəng zərbə endirib Elnar, amma axıra qədər onu çatdıra bilmədi. Məncə indi bir-birini yoxlayırlar, ondan sonra isə kimsə hücuma keçəcək, kimsə müqavimət göstərəcək. Bəli, Anvar gördüyümüz kimi 2 nömrə işləyir, hələ ki heç bir korpus yoxlamaq istəyir və low kicklərdən istifadə edir Elnar. Gördüyün kimi ikinci dəfə də artıq low kick atır. Ümumiyyətlə, low kick döyüş zamanı çox gözəl low kick atdı Anvar Azor. Qeyd eləmək istəyirəm ki, Anvar Uşusanda üzrə Misir çempionudur. Onda biz ondan stoyka görəcəyik bu döyüş. Ayaq üstü döyüşü, bəli. Amma ondan arxada qalmır Elnar. Zərbələri də atır ayaqlarla. Fikir verirəm ona ki, Elnar hər tərəfli hazırdır döyüşə qarşı, rəqibinə qarşı. Yəqin rəqibə qarşı yaxşı hazırlaşır. Bilib. High kick, çox gözəl high kick Elnar vurdu. Bilsən, Elnar gözləyir və bir an abanda yenə high kick atdı, amma Anvar da cavab verir. Arxa ilə gözəl zərbələr atır. Bir daha. Amma hücuma keçmək istəyir, çalışır mənim fikrimcə. Amma hələ ki, hər iki döyüşçü özünü tənkillər var. Bir dənə low kick Anvardan. Və clinch, takedown eləmək istəyirdi, Elnar alınmadı və sweep. Anvar Azos yuxarı mövqəni tutur. Anvarda biz bu döyüşü gözləmirdik. Biz Anvardan daha ayaq üstü gözləyirdik. Amma görürsən ki, Anvar kontrol da edə bilir. Məncə Elnar bu vəziyyətdə özünü rahat hiss edir. Çünki Elnarın partneri də yaxşı, yüksək vəziyyətdədir. İnanmıram ki, təhlükəli nəsə bir şey Anvar ona qarşı edə bilər. Amma çıxmağa çalışan Anvar full mount'a çıxdı. İndi yox. Dirniki çox yoxlamaq istəyir Anvar. Çox təhlükəli mövqədir. Arkasında yox, Elnar çönə bildi. İştiqarda indi çalışdı sayda keçsin. Maraqlı anları biz izlədik, müşahidə etdik bayaq. Elnar indi side kontrola keçməyə çalışar, amma ondan qabaq half guard'a keçməlidir. Bəli. Görürük ki, rəqib də Anvar icazə vermir keçsin. Ayaqları ilə bağlayır. Təzdən qaytarır onu. Döyüşçülərin ikisi də bu döyüşə hazırlıq göstərirlər və bilinir ki, hər ikisinin öz planları var, rəqibə uyğun. Elnar indi burada zərbə yendirməsə hakim qalxıza bilər. Pasiv kontrol eləsən. Bəli, ola bilər. Amma Elnar aktivlik göstərir və məncə hələ ki bu mövqedə bunlar qalacaqlar. Sadəcə Elnara bu mövqedən keçmək lazımdır. Side kontrola. Anvar isə bu mövqedən çıxmalıdır. Çünki Elnar mənim fikrimcə fiziki Anvardan güclüdür. Bəli, belə də görürük ki, fiziki daha çox hazırdır Elnar bu döyüşə. Çünki face-to-face mənasında mən bunları görəndə bunlar eyni idilər. Amma hal-hazırda görünür ki, Elnar yaxşı hazırlaşır və döyüşdən sonra normal çəki yığdı. Bu da qonaqlarımızdır Sibrizə gələn və bu möhtəşəm döyüşləri izləyən. Fikir verirəm, Elnar tək zərbələr atır və döyüşü öz tərəfinə çevirir. Yəni tələsmir. Təmkinli işləyir, düzdür. Bəli. Çünki 3 raund var qabaqda, rəqibdən hər şey gözləmək olar. Biz artıq izlədik və gördük ki, rəqibi də takedown edə bilər. Bəli. Güləşdən xəbəri var, belə deyim də onun. Bəli, məlumatı var məsələn güləşdən. Amma Elnar üçün mən görürəm ki, çox belə problem deyil, yəni zərbələr vurur. Sən fikir versən, Anvar Azos çox maraqlı, özünü qoruyur və Elnara hücum eləməyə, şans verməyə, keçməyə, sayda keçməyə. Hal-hazırda maneçilik törədir Elnara və imkan vermir ki, zərbələr onun sifətinə dəysin. Bəli. Mənim fikrimcə əlbəttə ki, raund bitirsə və knockout olunmasa, bu raundu Elnarın hesabına vermək olar. Həm stoykada, həm ayaq üstə, həm yerdə Elnar o sözünü dedi.
və hal-hazırda kontrolu Elnar eləyir. Belə idarə eləmək ümumiyyətlə xal verir, MMA-də belədir. Bəli. MMA-nin qaydalarıdır. Və 10 saniyə qalıb, beləliklə məncə biz ikinci raundun şahidi olacağıq biz. Bəli. Belə xırda zərbələr endirirlər xal üçün. Xal üçün bəli, pasiv olmasın. Bəli. Hakim Və qaldı birinci raund beləliklə bitir. Elnar üstün oldu bu raundda. İndi görək sekundantlar nə deyəcəklər, nə plan fikirləşdirirlər. Döyüşün Farid Bek Ali Babazadəni biz görürük və Akşin Babayevi ekranımızda və Anvar Azor öz küncündə hal-hazırda fikirləşir, neyniyim mən Bəli. ikinci raundda. Ümumiyyətlə necə olur? İkinci raundda məsəl üçün, birinci raundda sən heç nəyi göstərə bilmədinsə Bəli. və plana uyğun işlədə bilmədinsə, neynirsiniz? Həmin dəqiqədə qəfildən dəyişdirirsiniz Bəli. planı, yoxsa necə olur? birinci raundda həmişə bilinir rəqibin üstün tərəfini. Əgər görürsən ki, rəqib güləşdə və yaxud partiyada güclüdürsə, sən çalışırsan onu məsafədə saxlayıb və distansiyada yoxlamaq. Və Anvar bunu bacarır, çünki Anvar Ustanlıdan gəlib. Məncə indi Anvar Stoykaya üstünlük verəcək. Ümumiyyətlə, siz hər tərəfli hazırlaşırsınız döyüşlərə, düzdürmü? Bəli. Bilirsən ki, döyüşü güləşidir, amma sürpriz göstərə bilər, ayaq üstə olur. Bəli, hər tərəfli hazırlaşır. Və beləliklə ikinci raund başlayır. Elnar artıq hazırdır vuruşmağa, heç küncündə də qalmaq istəmədi. Görək Anvar nə fikirləşdi ikinci raunda, çünki belə getsə Anvar məğlub olacaq və bizim həm yerlimiz qalib olacaq. İkinci raund başlayır. Üstünə Elnar sıxır, öz taktikasını işləyir. Bəli, pressingdən istifadə edir. Dərsi göstərir ona. Və yenə də yoxlama gedir. Döyüşçülər tələsmirlər vuruşmağa, belə Bəli, deyim bəli. sənə. Çünki artıq görüblər ki, hər ikisi də həm partiyada istəyirlər, həm də ayaq üstə vuruşa bilərlər. Həm də təcrübələr var, döyüş təcrübələri var. Elnar hücuma keçdi, amma kontr zərbə Anvar qəşəng elədi. Anvarın ümumiyyətlə bu döyüşdə arxa əli çox gözəldir. Yəni öz məqsədinə çatır. Bəli, görünür ki, Anvar özünü ayaq üstə çox rahat hiss edir və partiyada düşmək məncə onun planı indi deyil. Xeyr. Low-kickdən istifadə edir Anvar Azov. Ümumiyyətlə, Kyokushin bazası MMA üçün məncə çox yaxşı bazadır. Bəli. Kyokushin Kai karatedan bizdə döyüşlər də var hal-hazırda. Bəli, bəli. Uşsanda, yox Kyokushin deyil, mən səhv elədim. Uşsandadan. Uşsanda. Tofiq Musayev Uşsandadan gəlir. Bəli, Tofiq Musayev. Uğur Kəramov Uşsanda da deyəsən İslamiyada da yer tutub. Bəli, bəli. Bəli. Gördüyümüz kimi yenə parter vəziyyəti. Anvar yenə Sözünü qoruyub müdafiə edir Anvar Azov. amma Anvar qalxmalıdır ki, çünki ikinci raund udulsa, bundan sonra Bəli, artıq gec olacaq, üçüncü Bəli. raundda çətin olacaq bu cür döyüşünlə hansı bir müqavimət göstərmək. Çünki Elnar onu həm də yorur, üstündə olanda həm də rəqibini yorursan, ağırdır. Ağırlığını rəqib hiss edir və yorulur. İnanmıram ki, üçüncü raundda belə getsə, Anvarda güc qalacaq. Məncə elə Elnarın döyüş planı budur. Yəni partiyada yıxıb və orada döyüşü ya kontrol və ya bitirmək. Çünki rəqibin üstün tərəfi ayaq üstədir, amma Elnar ayaq üstə özünü pis götürmədi. Bəli, aqressiv hücumdan keçir Elnar. Hal-hazırda görürük ki, dirsəkdən bəli istifadə edir. Burada Elnarın komandanın yoldaşlarını görürük. Yusuf Nurullayeva salamlar. Yusuf Nurullayev da sekundlıq eləyir. Çox maraqlıdır. Yəqin Elnarın Bəli, fiziki məşqçi. Bəli. Azovus özünü maraqlı qoruyur. Sən bir Brazilian Jiu-Jitsu-da və grapplingdə ekspert kimi deyə bilərsən ki, Anvarın müdafiə sistemi çox yaxşı işləyir Elnara qarşı. Çünki Elnar düzgün, yaxşı mövqeyə keçə bilmir. Mən fikir verdim. Bəli, bloklayır, amma məncə burada üstünlüyü qalxmağa verməlidir. Çünki pasiv qorunur. Və bu da Elnara şans verir ki, bu döyüşü öz xeyrinə aparsın. Və Anvar belə davam eləsə, çox güman ki, məğlub olacaq. Açıq zərbələr endirməyə çalışır Elnar İbrahimov və bu mövqedən çıxa bilər. Mən fikir verdim indi Rəsul. Bəli. Deyəsən elə bu mövqe Elnara bəs eləyir. Bəli, əlbəttə ki. Udmağı üçün Elnara bəs eləyir bu mövqe. Əsas odur bu mövqeyi saxlamaq və xırda zərbələrlə döyüşü öz xeyrinə aparmaq. Başqa işin lazımdır. Həm də qəfəsi, həm də rəqibin başını qəfəsə çəkdi, qəfəsin yanına. Onun üçün də indi hərəkət eləmək biraz çətinlikdir. Hazırda bunlar Jiu-Jitsu grappling
maçını göstərir Bəli. bizə hər iki döyüşü. Amma əlbəttə ki, xallar Elnarın tərəfindədir. Əlbəttə ki, çünki düzgün kontrol eləyir, rəqibi qalxmağa icazə vermir, rəqibin kontrolun zərbələr yenilir. Amma pasiv işləsə hakim əlbəttə ki, qaldıra bilər. Ona görə xırda zərbələr göstərir və başı ilə onun çənəsini sıxır ki, o qalxıb və yaxud ayaqları hərəkət eləyə bilməsin. Bəli, tam dominantlıq görür Elnar tərəfindən bu döyüşdə. Bəli. Amma Anvar Azoğuz da aşağıda ola hansı bir müqavimət göstərməyə çalışır. Dirsələrdən istifadə edib bayaq və mənim fikrimcə Elnarda artıq qulaq tərəfdə deyəsən qan var. Bəli. Amma mənə elə gəlir o Anvarın qanıdır. Çünki mən elə Elnarın zərbə deyən görməmişəm. Ola bilər. Dəqiq deyə bilmərəm çünki mən hələ ki Anvarın sifətində qan görmürəm, amma hardansa qan gəlir. Hardansa qan gəlir, bəli. Və Elnar tam idarə edir bu döyüşü və ikinci raundu belə getsə, axıra qədər olsa ikinci raund, məncə Elnara gedəcək hallar və Elnar onu götürəcək. Bəli, artıq 15 saniyə qalıb demək olar və Elnar bu raundda öz xeyrinə apardı və düşünürəm ki, əgər Anvar 3-cü raund bir şey dasroçni qurtarmağı fikirləşməsə, yəni bu döyüş vaxtından əvvəl əlbəttə ki, bu döyüşü Elnar aparacaq. Beləliklə Elnar sayda keçdi və bir dənə dirsə ilə vurdu gözəl və bu ilə də ikinci raund başa çatdı. Bəli, ikinci raund bitdi və mənim fikrimcə, mən səhv eləmirəmsə, hər mövqenin dəyişmədə xallar gəlir həmin üstündə olan döyüşə. Bəli. Məsələn, side kontroldan keçdin full qanda. Bəli. Bunlar hamısı sayılır döyüşə. Bəli. Parter aktivliyi sayılır. Ümumiyyətlə mövqeyi dəyişəndə sayda keçəndə daha da rahat olur zərbə vurmaq və yaxud hansısa bir voleybol keçmək. Anvar Azoğuz artıq mənim fikrimcə bilmir nə edə bilər Elnarın güləşinə qarşı. Burada Akşin Babayev, Fərid, Ali Babazadə göstərirlər nə etmək lazımdır. Bəlkə təzə plan qururlar. Amma mənim fikrimcə plan dəyişmək lazım deyil. Bəli. Öz qurduğu əvvəlcədən olan plan məncə əladır. Yeri yıxıb, kontrol edib və xırda halları qazanır. Və hal-hazırda Elnarda bu çox gözəl oldu. Bəli, başa doğru zərbələr endirir, korpusa zərbələr endirir və beləliklə round qazanarkən döyüşü uda bilər. Burada Elnara tələsməmək lazımdır, yəni səhv eləməmək lazımdır, çünki hər şey bir zərbədən və yaxud bir voleybol bitə bilər. Yəni eyni planda səhvsiz davam eləsə Elnar qalib gələcək. Mən sənə razıyam tamamilə və 3-cü raund artıq başlayır. Anvar isə bu döyüşü vaxtından əvvəl bitirməlidir. Mən düşünürəm onun başqa çarəsi yoxdur. 3 məşqçi zəhmət olmasa. Bəli, Qırmızı küncdə 3 məşqçidən artıq olmaz. Hansı küncdədir bu? 3 məşqçi. Qırmızı küncdə məşqçilərlə biraz problem oldu. Elnarın azərkeşləri çoxdur, hamı yaxınlaşır qəfəsə azərkeşlik eləməyə. Və beləliklə 3-cü raund indi başlayacaq. Orada texniki nəsə problem var. 4 nəfər sekundun atdır edir. Amma Elnarın yanına gəlməksə, Elnarın yanında olmaq. Və 3-cü raund başlayıb. Bəli, populyar idmançıdır, bilirik biz onu. Ağır zərbələr burada Elnar tərəfdən və Anvar göstərir ki, hər şey yaxşıdır. Bir dənə də 2 seriya. Elnar göstərir ki, mən ayaq üstü də bacaram vurmağa, sən tək güləşi gözləmə məndən. Və yenə də hücuma keçir. Mən fikir verdim, Elnarın gözəl və takedown alınlar, yoxsa yox axıra qədər. Sweep eləmək istəyirdi, amma yenə də alınmadı. Anvar qalxmağın əvəzinə yenə altı düşməyi seçdi. Amma mən belə deyim sənə Rasul, mən görmürəm o potensial Anvar Azoğuzdan ki, hansında bu Elnarı submissiondan uda bilər. Heç mi? Məncə yox. Heç bir dəfə də yoxlama görmədik Anvar tərəfindən ki, bir cəhd eləsin, yoxlasın. Ancaq qorunur ki, Elnar onu vurmasın. Bəli, mənim fikrimcə keçmiş 2 raund bir tərəfli raundlar olub. Bəli. Və 3-cü raund belə getsə, Elnar idarə eləsə bu döyüşü, məncə Elnar rahat bu qələbəni qazanır. 18-ci qələbə onun olacaq. Elnar öz
planına uyğun olaraq gözəl işləyir. Yəni ayaqüstü döyüşən rəqiblə partiyaya yıxıb və döymək məncə əvvəlcədən planlaşdırılmış Sxemdir bəli. bəli. Və ona uyğun işləyir və qalib gəlir. Yəni bu bir ağıllı planla uyğun olaraq qalib gəlmək əla bir şeydir. Ümumiyyətlə, əgər plana doğru gedirsənsə və səndə hər şey alınırsa, niyə nəsə dəyişdirmək lazımdır? Əlbəttə ki. Bu döyüşdür, riskdir. Amma mən düşünürəm Elnar onun stoykada da vaxtdan əvvəl bitirə bilərdi. Çünki cəbləri və 1-2 zərbələri çox gözəl idi. Bəli, müşahidə etdik onu. Amma mənim fikrimcə bu da çox düzgün plandır və beləliklə rəqibi yormaq və sonra bu döyüşdən qalib çıxmaq daha yaxşıdır, nəinki risk eləmək. O da Elnarın professionallığıdır ki, plandan qırağa çıxmır. Bəli. Bu peşəkarlıqdır, doğrudan belədir. Elə döyüşçülər olur ki, hansı ki hisslərə güc verirlər, yol açırlar və döyüş ərzində özünü yaxşı göstərirlərsə, döyüşdə qalib ola bilmirlər, səhvlər buraxırlar. Əgər təmkinli özünü aparırsansa və rahat bilirsən nə etmək lazımdır, mənim fikrimcə hər döyüşdə qalib olmaq olar. Bəli. Hər iki döyüşçü Bəli. məşq eləyir və döyüşə hazırlaşır. Bəli. Kimin planı daha yaxşıdır, kim özünü daha yaxşı idarə edir, mənim fikrimcə odur. Əlbəttə ki. Kim daha çox məşq eləyib, kim daha düzgün plan seçibsə, o qalib gəlir. Və burada xarakterdə rol oynayır. Biz gördüyümüz kimi Anvar uca mənə gəlir məğlubiyyətlə barışıb. Qalxmağa heç cəhd eləmir. Çünki heç nəyi elə bilmir Elnara qarşı və bu mövqedən çıxa da bilmir. Çox böyük təzyiq və pressing göstərir Elnar İbrahimov və məncə belə getsə davam 2 dəqiqə qalıb artıq bu döyüşdə biz artıq qalibini görəcəyik Azərbaycan bayrağında. Bəli. Anvar Azoğuz həqiqətən onun sifətindən görünür ki, bu insan artıq bilmir nə etsin. Deyir mən niyə gəldim Azərbaycana? Bəli. Amma mən sən deyim, ayaq üstə çox özünü gözəl göstərir. Bəli, arxa əlləri çox gözəl idi. Bəlkə də ayaq üstə döyüşdə də arxa əli ilə nəsə bacarardı eləməyə. Amma biz gördük ki, Elnar İbrahimov ona imkan vermədi və öz pressingi ilə yerdə davam edir. Bəli, çox düzgün işləyir Elnar İbrahimov, təmkinli, səbirli və xırda zərbələrlə özünə hallar qazanır. Bu da mən qeyd etmək istəyirəm ki, Elnar çoxdan vuruşmur. Bəli, bəli. Və birinci döyüşdür neçə il ərzində. Onun üçün məncə bu çox düzgün plandır. Bəli, bəli. Zədə almasın, həm də ki, Ringi istəmək lazımdır. baxsan işləməsən ki, çoxdan vuruşmur. Elnar İbrahimov bu döyüşə Qreplen zalında hazırlaşıb. Fərid Əli Babazadənin nəzarəti ilə və görürük ki, artıq ucu demək olar ki, birazdan Elnarın əli qalxacaq. 46 saniyə qalıb və biz müqavimət görmürük Anvar Azoğuzdan. Məncə döyüşü yorulub. Bəli, Çox böyük pressing göstərir döyüş ərzində Elnar İbrahimov. xırda zərbələr var ki, Çox gözəl bir zərbə. bəli, səsi hətta bura gəldi. Bəli. Elnar İbrahimov ağır zərbələri endirir. Yenə ağır zərbə. Bəlkə vaxtından əvvəl bitəcəyindi. Ola bilər 20 saniyə qalıb, o da eşidir çünki komanda da onun yanındadır. Bəli, Və artıq belə aqressiv hücuma keçir Elnar İbrahimov. Yenə də biz kontrol görürük Elnar tərəfdən və beləliklə mənim fikrimcə 3-cü raund indi bitirəcək. Bitdi 3-cü raund. Biz gördük Elnar İbrahimovun gözəl bir pressingini, gözəl grapplingini və bunun Dominantlıq göstərir Dominantlıq bu döyüşdə və plana uyğun olaraq şübhəsiz. şübhəsiz ki, qırmızı gün Elnar İbrahimov bu döyüşün qalibidir. Və çox gözəl döyüşün biz şahidi olduq. Maraqlı döyüş idi. Əlbəttə ki, güləş sevənlər, ümumiyyətlə partiyada işləmək sevənlər, idmançılar Burada görürük ki, daha sevinirlər bu döyüşə. Adətən Bəli. döyüşçülər, adətən azarkeşlər nə gözləyirlər? Qans, ayaq üstə zərbələr, amma belə döyüşlərində öz qəşənliyi, öz marağı var. bəli, bəli. Güləş sevənlər. Ənvər görürük ki, əsəbidir. Neysə, Əlbəttə ki, plana uyğun işləyə bilmədi. Elnar bütün planları körləyib. narahatçılıq bildirmək istəyirəm, amma burada da teyzdir. Artıq məğlub olmasın. Beləliklə biz görürük Elnar İbrahim komanda yoldaşlarını Azərbaycan MMA və Qrafin Federasiyasının bayrağı Elnar İbrahim Xanımlar və bu cənablar, federasiyanı təmsil edir və mən bildiyimə görə hakimlərin
Aziz Əsgərov onu razılaşdırır. Bəli, bəli. 66 kilo Və təki dərəcəsində rəsmi qərar. qalib Elnar Şübhəsiz ki, yəni onun qalib oldu. İkinci Elnar İbrahimov mükəmməl döyüş göstərdi, mükəmməl texnikanı göstərdi və mənim fikrimcə plana uyğun dəqiqliklə işlədi. bəli. Bəyəndim bu döyüşü. Keçirik artıq növbəti döyüşə və görək növbəti döyüşdə bizi maraqlı nə gözləyir. Amma hal-hazırda qəfəsdə Akşin Babayevi görürük, Fəid Əlibabazədəni və Yusif Nurullayevi. Komanda yoldaşları həmişə sevinirlər qələbə olanda və hamıya biz uğurlar arzulayırıq.